İlkin olaraq Arakçının səfərinə keçid etmədən öncə hazırki proseslərin, yaxın şərqdə cərəyan edən hadisələrin, blokada vəziyyətinin, indiki vəziyyətini necə dəyərləndirirsiniz? O barədə fikirlərinizi alaq. Əslində İran son proseslərlə bağlı öz mövqeyini açıqlayır və orada da tamamilə aid şəkildə görmək olar ki, o üç mətnik prinsip ki var, onlar təkliflər daha doğrusu irəli sürüblər. Bunlardan biri Livanda atəşkəs, Livanın və İranın təhlükəsinə tam zəmanət verilməsi, ikinci Hörmüz boğazının açılması və üçüncüsü də ki, deməli, yalnız bu iki şərt qəbul edildikdən sonra, yəni daha doğrusu blokadanın götürülməsi, bu iki şərt tam qəbul edildikdən sonra nüvə ən axıra saxlanır, yəni İranın nüvə proqramı ilə bağlı danışıqları ən axıra saxlanılması və o halda yalnız nüvə məsələsinin danışıla biləcəyini müzakirə etməkdir. Amma diqqətlə yetirsək, görərik ki, burada birinci iki məsələdə İran bir manipulyasiyadır. Yəni, həm Livan məsələsində, həm deməli, Hörmüz boğazı məsələsini ortaya atmaqla, biz ötən proqramlarımızda demişdim mən sizə ki, yəni İran bir əlavə kartlar qazanır, kozlar qazanır və bundan istifadə etməklə çalışır ki, əsas məsələlərdən diqqəti yayındırsın. O cümlədən də ilk növbədə nüvə proqramı məsələsindən. Və buna da müəyyən qədər nail olur. Ona görə də İran çalışır ki, ilk növbədə yəni təhlükəsizliyə zəmanət məsələsini əldə etsin ki, bir dəfəlik sanki Amerika Birləşmiş Ştatları zəmanət verməlidir İrana ki, mən sənə heç vaxt hücum etməyəcəm. Buna nail olmaq istəyir. İkincisi də ki, Hörmüz boğazında həm açılması, Hörmüz boğazının blokadasını götürüb oradan çəkilmək və dolayısıyla Hörmüz boğazı üzərində İranın geosiyasi təsirini tanımağa nail olmaq istəyir. Ancaq bilirsiniz, İran düşünürəm ki, hətta bu iki şərt qəbul olunsa belə, üçüncü nüvə proqramı məsələsində İran yenidən danışıqlarda müxtəlif bəhanələr gətirməklə, vaxt uzatmaqla, nüvə proqramı ilə bağlı yenidən manevrlər etməklə bir müddətdən sonra yenidən dayanmağa çalışacaq və əldə etdiyini əldə saxlamağa və nüvə məsələsini isə davam etdirir. Yəni, uranın zənginləşdirilməsini davam etdirməyəcək, göstərəcək. Çünki İran əlində olan 60% və yaxud üstə gəl, 60 üstə gəl, əgər belə mümkünsə, o zənginləşdirilmiş uran ehtiyatını əldən vermək istəmir və onu saxlamaq və gələcəkdə nüvə silahına sahib olmaq istəyir. Hətta ehtimallar var ki, artıq İran özünü müdafiə təhlükəsi adı altında, daha doğrusu özünü müdafiə bəhanəsi ilə bunu əsas gətirərək daha qısa zamanda o zənginləşdirilmiş uran ehtiyatından nüvə silahı əldə etməyə çalışa bilər və bunun üçün də çalışır ki, təcrübəsi olan nüvə silahına malik olan dövlətlərdən yeni texnologiyalar əldə etməklə buna nail olsun. Ona görə də İran çalışır ki, yəqin ki, bu məqsədlə zənginləşdirilmiş nüvə ehtiyatını əldən verməsin. Burada Hörmüz boğazıdır, Livandır, Hizbullahdır. Bu məsələlər düşünürəm ki, əslində bir bəhanədir və Amerika Birləşmiş Ştatlarının diqqətini yayındırmaq üçündür. Və bilirsiniz ki, o 2013-cü ildə, yanvarın 16-sında İranın ali lideri, o vaxtki ali lideri Ayətullah Seyyid Əli Xamneyinin bir fətvası vardı və həmin fətva ilə İran güya nüvə silahı haram elan edilmişdi və nüvə silahı, bunu da əsas gətirərək İran rəsmiləri bildirirlər ki, biz nüvə silahı, kütləvi qırğın silahı əldə etmək istəmirik.
Əvvəla burada isə iki mübahisəli məqam vardır. Birincisi, fundamental İslamda kütləvi qırğın silahı ifadəsi yoxdur, nə də nüvə silahı ifadəsi yoxdur və bu İran üçün əlavə bir manevr imkanı yaradırdı. Yəni istənilən vaxt bunu əsas gətirərək, yəni o fətvanı ləğv edə bilərdilər və ya geri götürə bilərdilər. İkincisi, orada bir məqam var ki, İran digər fətva ilə səhv etmirəmsə, göstərir ki, özünün müdafiə hüququna malikdir və ona kütləvi qırğın silahına sahib olan dövlət hücum edərsə, artıq özünün müdafiə hüququ qarşısında İran bu silahdan artıq bu silahı əldə etmək üçün fətva qüvvədən düşür və özünün bu silahı əldə etmək üçün deməli artıq bu prosesə başlaya bilər. Yəni uranın zənginləşdirilməsi, kütləvi qırğın silahının əldə edilməsi, atom bombasının əldə edilməsi prosesini davam etdirə bilər. Və bu yolla da özlərinə bir hüquqi əsas yaradırdılar. Yəni burada görüntü olaraq deyirlər ki, bizim nüvə silahı əldə etmək arzumuz, istəyimiz yoxdur. Digər tərəfdən isə ali rəhbər bunu qadağan edir. O biri tərəfdən isə bunun üçün bir zəmin qoyurlar, ayaq yeri qoyurlar. Ona görə də düşünürəm ki, İranın burada əsas məqsədi, yəni diqqəti yayındırmaqdır. Həm Hörmüz boğazının açılması ilə bağlı, həm Livan məsələsi ilə bağlı bu ortaya atmaqla. Bilirsiniz, Amerika Birləşmiş Ştatlarında İran qarşısında şərt qoymağa hüququ var ki, sən zəmanət ver ki, heç vaxt mənə hücum etməyəcəksin. Çünki bugün real olmasa da heç kim zəmanət vermir ki, İran 5 ildən, 10 ildən, müəyyən müddətdən sonra İrana, Amerika Birləşmiş Ştatlarına deməli, qarşı istifadə edə biləcək qitələr arası raketə sahib olmayacaq. Buna heç kim zəmanət verə bilməz. Əgər İran raket proqramını belə sürətlə inkişaf etdirə bilirsə, nüvə proqramını belə sürətlə inkişaf etdirə bilirsə, deməli, səhər gün bunu edə bilər və bunu da Xürrəmşəhr raketi ilə sübut elədi. Yəni, bu raketi buraxdı 10.000 kilometr məsafəyə və bu Sibirə qədər getdi. Sibirə qədər getdisə, deməli, səhər gün nə vaxtsa bu raketlər Amerika Birləşmiş Ştatlarına çata bilər. Sakit Okeanın sahillərinə, oradan da Amerika Birləşmiş Ştatları. Bax, bu baxımdan da İran diqqəti bu prosesdən yayındırmaq üçün Livan və yaxud Hörmüz boğazı məsələsini ortaya atır. Digər tərəfdən də dediyimiz kimi Amerika Birləşmiş Ştatlarının və ya İsrailin də hüququ var ki, İsrail də həmin regionda yerləşir. Və gözümüzün qarşısında İran raketləri bugün İsrailin üzərinə yağırsa, ərəb ölkələrinin üzərinə yağırsa, deməli, İran istənilən ərəb ölkələrinin, İsraili qoyuram bir kənara, ərəb ölkələrinin də, digər qonşu dövlətlərin də ixtiyarı var ki, İrandan tələb eləsin ki, BMT nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq hücum etməmək və hücumla hədələməməklə bağlı xüsusi öhdəlik götürsün və bir dəfəlik ən azı bu, məsələn, iki tərəfli belə bir sənəd imzalana bilər də, qarşılıqlı pakt imzalana bilər. Amma İran indiyə qədər belə bir sənədi heç bir dövlətlə imzalanmır. Heç bir dövlətlə. Əksinə, ətrafındakı dövlətlərin hamısı ilə düşmən münasibətdə olub. Bir dənə Ermənistan istisna olmaqla ətrafındakı dövlətlərin hamısına düşmən kimi baxıb və düşmən münasibətdə olub. Ona görə də İranın bu mənə zəmanət verir ki, heç vaxt hücum etməyəcəksən deməsi sadəcə olaraq özünü sığortalamaq cəhdidir, manipulyasiyadır və bu baxımdan da düşünürəm ki, nə Amerika Birləşmiş Ştatları buna razı olmaz, nə də ki, digər dövlətlərsə artıq qonşu dövlətlər də İranın nə qədər təhlükəli, yəni bu müharibəni keçirək, nə qədər təhlükəli bir ölkə olduğunu bir daha şahid oldular, terrorçu olduğunu İran öz əməli ilə sübut etdi və ona görə də bax, bütün bunları nəzərə alaraq
heç bir dövlət İranla düşünürəm ki, İrana hücum etməmək barədə öhdəlik götürməz. Çünki İran səhəri gün nüvə silahına sahib olsa, İran səhəri gün daha təhlükəli raketlərə sahib olsa, İran səhəri gün başqa dövlətlərə hücum edib, işğal etmək planlarını işə salsa, mən düşünürəm ki, İrana qarşı xüsusi bir hərbi aktın həyata keçirilməsi beynəlxalq zərurətə çevrilə bilər. Necə ki, İraq Küveyti işğal etdi və beynəlxalq koalisiya yaradıldı və bu zərurətə çevrildi. 30 dövlətdən ibarət koalisiya yaradıldı və hərbi əməliyyatlara başladılar və Küveyti azad etdilər. Heç kim də zəmanət vermir ki, İran səhəri gün Livanı işğal etmək fikrinə düşə bilməz, İraqı işğal etmək fikrinə düşə bilməz, Bəhreyni öz ərazisi hesab edib. Bəhreyni işğal etmək fikrinə düşə bilməz. Yəni, ona görə də İran təhlükəsi hər zaman qalır və bu baxımdan da düşünürəm ki, İranın heç bir dövlət, nə qədər ki, İranın bu terrorçu mahiyyəti aradan qalxmayıb, kütləvi qırğın silahı əldə etmək mahiyyəti aradan qalxmayıb, heç kim İrana bu zəmanəti verməz. Müşfiq bəy, indi isə keçək Əraqçının Rusiya səfərinə. Əraqçı Sankt-Peterburqda Putinlə keçirəcəyi görüşdə nələr razılaşdırmış ola bilər İranla? Açığı bu görüşün gündəliyi, mahiyyəti kifayət qədər görürsünüz ki, məxfi saxlanılır və ona görə də hələ ki, konkret informasiyalar kənara sızmadığına görə konkret məlumat bir qərara gəlir, rəy vermək çətindir. Ancaq mən düşünürəm ki, bu Əraqçının bu səfəri bir yaşa Pakistandan oraya getməsi görünür ki, danışıqlar masasında müəyyən təkliflər var və bu təkliflər həm də Rusiya ilə razılaşdırılması nəzərdə tutulur. Eləcə də Rusiya-ABŞ xəttində bir razılaşdırılması nəzərdə tutulur bu təkliflərin. Həm də düşünürəm ki, Əraqçının səfəri vaxtı ilə bilirsiniz ki, bundan sonra əvvəl-axırıncı dəfə İran Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Əli Larijani getmişdi və Putinlə tək danışıqlar aparmışdı. Və həmin səfərin bir növ davamıdır. Çünki İran xarici siyasətində təhlükəsizlik məsələlərini Rusiya ilə mütəmadi olaraq müzakirə edir. Və daha çox belə hallarda İran ənənəvi olaraq Rusiyadan kömək istəyir. Ancaq Rusiya bu köməyi vermədi. İstər 12 günlük müharibədə, istər ondan sonraki proseslərdə dəfələrlə tərəflər arasında diplomatik səviyyədə birbaşa təmaslar və yaxud görüşlər, telefon söhbətləri səviyyəsində danışıqlar olsa da Rusiya hələlik neytrallığını qoruyub saxlayır. Amma ümumilikdə bugün İranın əsas belə deyək də iki siyasi güc mərkəzi var ki, bunlarla sıx təmasdadır. Onlardan həm siyasi, diplomatik, həm də hərbi dəstək gözləyir. Bu Rusiyadır və Çindir. Eyni zamanda yəni bu hərbi dəstək gözləyir, həm də ki diplomatik müstəvidə. Çünki bu ölkələr, bu üç ölkə bu saat Amerika Birləşmiş Ştatlarına qarşı bir koalisiya kimi nəzərdən keçirilir, koalisiya hesab edilir və bugün həmin ölkələr İrana dəstəyini çəksə, İran istənilən məhv ola bilər. Ona görə də düşünürəm ki, yəqin ki, İran hakimiyyəti, İran rejimi hansısa bir dəstək ümidindədir və hansısa bir təkliflər paketi var və bu təkliflərə Rusiyanın da mövqeyini öyrənmək istəyir və hətta ola bilsin ki, bu proses, yəni daha doğrusu bu səfər Çinə də reallaşsın. Ancaq Pakistan özü Çinlə yaxın dövlət olduğuna görə Pakistan platformasında da bu məsələ Çinə çatdırıla bilər. Bax belə, yəni hələlik bu üç dövlət birgə koalisiya şəklində çıxış edir, çalışır ki,
Amerika Birləşmiş Ştatlarının qarşısına təkmilləşdirilmiş bir variant qoysunlar və buna danışıqlar masasında görünür İran həm Rusiyanın, həm də ki Çinin dəstəyini özündə hiss edərək, yəni tək başına deyil, onların dəstəyi ilə masaya, yəni təkliflər paketinə Rusiyanın və Çinin dəstəyini alaraq masaya çıxsın, Amerika Birləşmiş Ştatları ilə danışıqlar masasına gəlsin. Ancaq bu məsələdə İran hakimiyyətində bugün bilirsiniz ki, vahid mövqe yoxdur. İran hakimiyyətində bugün ziddiyyətlər var. Deməli, İran hakimiyyətinin bir neçə qanada parçalanıb, müxtəlif klanların mübarizəsi gedir. Bu baxımdan Ərəqçinin gedib Rusiya ilə apardığı məsləhətləşmələrə bugün İranda faktiki olaraq hakimiyyəti ələ keçirmiş Sepah və onun komandanı Əhməd Vahidinin rəhbərlik etdiyi qrup və yaxud payidarlar buna necə münasibət göstərəcəklər? Əməl edəcəklər mi? Yəni, onlar özləri bugün hamıdan güclü hesab edirlər və sanki dünyaya meydan oxumaqla məşğuldurlar. Yəni, onlar ümumiyyətlə danışıqlar prosesinə qəbul etmir. İstər burada Rusiyanın təşəbbüsü ilə olsun və dəstəyi ilə olsun, istər Çinin olsun, istər başqasının. Onlar özlərini hamıdan güclü hesab edirlər və bugün bu klanlar arasında girən savaşda çalışırlar ki, qalib gəlsinlər və İran elitasının sahibi kimi göstərsinlər özlərini. Özlərini İranda hakimiyyətin əsas söz sahibi kimi göstərsinlər. Ona görə də bax, bu məsələdə görürsünüz, Qalibov getmədi səfər. Qalibov nə Pakistana getmədi, nə də ki Rusiyaya getmədi. Çünki Qalibovu prosesindən kənarlaşdırdılar və Qalibovu susturdular. Bir müddət sonra istisna olunmur ki, elə deməli, Abbas Ərəqçinin özünü də dediyi müəyyən sözləri, vədləri geri götürməyə vadar etməyəcəklər. İstisna olunmur ki, Abbas Ərəqçi danışıqlar aparmaq təşəbbüsündən geri çəkilməyəcək. Bax, bu baxımdan da bir mənalı şəkildə demək ki, Rusiya gedib müəyyən, belə deyək, əli dolu qayıdacaq, Rusiyadan hansısa bir dəstəklə qayıdacaq. Mən inanmıram ki, Rusiyadan o nəysə əldə etsin. Bir dənə burada təhlükəli məqam ondan ibarətdir ki, bayaq dediyim məqama qayıdıram ki, indi bu ehtimaldır. Amma ümumiyyətlə belə situasiyalarda hər ehtimalı kənara qoymaq olmaz. Çünki ehtimaldır ki, İran tərəfi Rusiyadan nüvə silahının əldə edilməsi üçün daha özünü müdafiə hüququ altında daha təkmil texnologiyalar istəsin. Bax, bu baxımdan səfərin bir məqsədi də bu ola bilər. Amma indi bu danışıqlarda nə qədər nəyə nail olacaqları təbii ki, danışıqların gedişindən sonra Vladimir Putinin, Prezident Putinin və Rusiya Xarici İşlər Nazirliyinin verəcəyi bəyanatlardan asılı olacaq. Amma istənilən halda səfər ərəfəsində The Wall Street Journal nəşrinin məlumatı düşünürəm ki, diqqətimizi cəlb eləyir. İranda aparılan danışıqlar fonunda Tehranın nümayəndələri Vaşinqtona mühüm mesaj göndəriblər və məlumata görə İranlı danışıqçılar, yəni danışıqlarda iştirak edən tərəflər ABŞ-dən Donald Trumpın ictimai bəyanatlarında daha yumşaq və ölçülü ritorikaya üstünlük verməsini xahiş ediblər. Onların fikrincə sərt və təhdid xarakterli açıqlamalar ölkə daxilində radikal mövqeli qüvvələrin təsirini artırır və danışıqlar prosesini çətinləşdirir. Qeyd olunur ki, İranda hazırda ciddi daxili parçalanma mövcuddur. Bir tərəfdə hərbi və sərt xətt tərəfdarları dayanırsa, digər tərəfdə mülki administrasiya müharibənin daha tez başa çatdırılmasının tərəfdarı kimi çıxış edir. Bax, Qalibov bu tərəflərdən hansında yer alır sizcə? Bəli, mən bilmirəm, deyəsən dedim bunu sizə ötən proqramımızda. Bu barədə danışsın, yoxsa yox. Qalibov, yəni əslində o hökumətin hökumətin yanında yer almağa başladı ki, bu da Pezeşkiyanın əlini müəyyən qədər gücləndirirdi. Yəni danışıqlar tərəfdarı
Pezeşkiyanın əlini müəyyən qədər gücləndirirdi və əgər bu proses davam etsəydi, yəni hakimiyyətdə həmişə hakimiyyətin yüksək zirvəsində dayanmağa iddialı olan Qalibov, yəni ötən prezident seçkilərində də onun bu məqsəd prezident deyən iddiası da əslində bununla bağlı idi. Bir qədər də mövqeyini möhkəmləndirib ön plana çıxmaq istəyir. Lakin daha sərt deməli xətt tərəfdarı olan bugün Sepahın liderliyini ələ almış Əhməd Vahidi, keçmiş Daxili İşlər Naziri və Müdafiə Naziri postlarında olmuş. Heç kimi eşitmir demək olar ki. Hətta onun Ali Milli Təhlükəsizlik Şurasının katibi postuna da Zülqədrini gətirməsi, Məhəmməd Baqir Zülqədrini gətirilməsi də onun təşəbbüsü ilə olur. Və bugün 3-cü qrupda biz formalaşmasını meydana çıxdığını görürük. Bu da Səid Cəlilinin rəhbərlik etdiyi deməli bir qrupdur, payidar bir qrupudur. Və onlar əslində Səid Cəlili Məşhəddə anadan olsa da Məşhəd klanının liderinə çevrilə bilmədi. Və bu özü üçün yeni bir qruplaşma yaradır və tələb edir ki, seçki danışıqlarda istər kompromis olsun, istərsə də müharibə olsun. Nəyə nail olmaq istəyirsinizsə, bunun üçün ali liderin, yəni Müştəbə Xamneyinin audio ya video səs yazısını verir. O yalnız bundan sonra mən deyə bilərəm ki, ali lider nə istəyir və biz də o xəttə əməl edir. Ancaq bu yoxdur. Yoxdursa bu onu göstərir ki, ali lider bəlkə də həyatda yoxdur. Bax, bu iş məsələ hakim elitanı qarışdırıb. Elitanı qarışdırıb, biz də onu təhlükəsizliyi ilə izah edirlər, təhlükəsizliyi əlaqələndirirlər. Amma məsələ burasındadır ki, dünən xüsusilə o Məşhəddə göstərilən lövhədə öldürülən şəxslərin, İran elitasının bütün üzvlərinin, o cümlədən Ayətullah Xameneyinin yanında da Müştəbə Xameneyinin fotosunun olması bu ehtimalları bir qədər də gücləndir. Lakin ona görə də düşünülür ki, bugün Xameney olmadığına görə hakimiyyəti Sepah tam belə deyək, uzurpasiyası baş verib hakimiyyətin mənimsiyir və bu prosesdə deməli hərbiçilərin hakimiyyəti ələ keçiriblər və elə Qalibovun özünü də prosesdən onlar kənarlaşdırır və onların təzyiqi nəticəsində indi tam təsdiqini tapmamış məlumatlara görə spiker postundan istifa verib. Biri deyirlər, gah deyirlər ki, hələ bu ehtimaldır, bilinmir. Amma danışıqlar prosesindən kənarlaşdırılması artıq öz təsdiqini tapdı. Bax, bu baxımdan da administrasiyanın mövqeyi zəiflədi. Yəni, siyasi diplomatik xəttin mövqeyi zəiflədi. Bayaq ona görə mən deyildim ki, heç bir zəmanət yoxdur ki, təminat yoxdur ki, Sepahın təzyiqi nəticəsində bugün müxtəlif siyasi qütblərə, Rusiya, Çinə, ora-bura müraciət etməklə, müəyyən qədər qərblə anlaşmaqla bir danışıqlar prosesini davam etdirməyə çalışan Xarici İşlər Naziri Abbas Əraqçı qısa müddətdən sonra geri çəkilməyəcək. Bax, ona görə də sərt xətt tərəf, onların mövqeyi sərtləşdikcə Trump da sərt bəyanatlar verməli olur. Bu isə qarşı durmanı daha da yaxınlaşdırır. Bu yaxınlarda Trump belə bir ifadə işlətmişdi ki, biz vahid təklif olacağı təqdirdə, yəni onlar təqdim etsinlər vahid təklifi və biz ona baxaq danışıqlar aparaq və nəticəyə gələk. Bu vahid təklif də nə demək idi? Yəni bu onun işarə idi ki, yəni İran elitasında parçalanma var, müxtəlif qütblər var və bu qütblərdə olan dayanan tərəflər ortaq məxrəcə gəlməlidirlər və konkret mövqe qoymalıdırlar. Yoxsa bu tərəflərdən biri danışıqlara gəlir,
o biri meydana raket çıxarır və göstərir ki, biz güclənmişik, biz qüdrətliyik, biz hələ müharibə aparmağa gücümüz var, müharibə aparmaq istəyirik. Yəni, İranın sözü ilə əməli üst-üstə düşmür. İranın sözü ilə əməli üst-üstə düşmür. Bax, bu baxımdan da səhəri gün istər ABŞ-la, istər İsraillə əldə olunacaq hər hansı bir razılaşmanın pozulacağına zəmanət təminat yoxdur. Bax, ona görə də Trump'ın sərt bəyanat verməsi də bununla bağlıdır. İran elitasındakı ziddiyyətlər isə qısa müddətdə aradan qalxacağını demək çətindir. Çünki ölkədə hakimiyyət boşluğu var. Ölkədə ali liderin olmasına dair və ya sağ qalmasına dair heç bir rəsmi təsdiq, məlumat olmadığından hakimiyyət boşluğu var və sistemdə bir boşluq yaranır və elitanın bir çox aparıcı üzvləri ölüblər və yaxud öldürülüblər. Bax, hakimiyyətə əsas nəzarət funksiyasını həyata keçirən ali lider isə həyatda olmadığından heç hakimiyyət boşluğu gələcəkdə hətta mərkəzdən qaçma prosesini sürətləndirə bilər. Bax, bu baxımdan da gələcəkdə danışıqların qısa müddətdə uğurla başa çatacağını demək çətindir. Müşfiq bəy, bir məlumatı da diqqətə çatdıraraq o barədə sizin mövqeyinizi almaq istəyirəm. İslam İnqilabı Keşikçiləri Korpusu, Sepah, mümkün hücum halında düşmən əskərlərini yerləşdirmək üçün xüsusi hərbi əsir düşərgələrinin hazırlandığını bəyan edib və eyni zamanda məlumat verilir ki, İran Silahlı Qüvvələri hazırda tam döyüş hazırlığı vəziyyətinə gətirilib. Sepahdan verilən rəsmi açıqlamada bildirilir ki, İrana qarşı istənilən yeni hücuma strateji çəkindirmə səviyyəsində düşmənin gözləntilərini qat-qat üstələyən cavab veriləcək. Eyni zamanda Hörmüz boğazı üzərində nəzarətin İranın əsas strategiyası olaraq qalacağı da vurğulanıb. Qeyd olunub ki, ABŞ və müttəfiqlərinə məxsus gəmilər istisna olmaqla digər ticarət gəmilərinin boğazdan keçidinə də icazə veriləcək. Nədir bu ultimatumun əslində əsas hədəfi? Əslində, mən düşünürəm ki, bu ultimatumun əsas hədəfi bu daha çox daxil ictimai rəyə hesablanır. İlk növbədə. Çünki İranda bilirsiniz ki, əslində düzdür, bəzən hesab edirlər ki, Amerika Birləşmiş Ştatları hələ məqsədinə çatmayıb və müharibə ona görə davam edəcək. Amma ümumiyyətlə götürdükdə Amerika Birləşmiş Ştatları İranın əsas hərbi infrastrukturunu tamamilə dağıdır. Böyük hissəsini dağıdır. Və bu baxımdan da istəlik ölkənin iqtisadi infrastrukturu dağılır. Və bir müddətdən sonra, müharibə dayandıqdan sonra ölkədə iqtisadi böhranda qaçılmaz olacaq. Üstəlik də ki, İranın hakimiyyətində zəiflik özünü göstərəcək. Və artıq bu ziddiyyətlərin yaranması da, hakim elitada ziddiyyətlərin yaranması da bunun nəticəsidir. Yəni, vaxtilə qurulmuş sistem artıq daxildən dağılmaq üzrədir. Bax, bu baxımdan da zəifləmək üzrədir. Bu baxımdan da cəmiyyəti öz ətrafında birləşdirmək, təkmilləşdirmək üçün, yenidən müharibəyə hazırlamaq üçün ideoloji baxımdan, siyasi baxımdan, hərbi baxımdan, görürsünüz də meydanlara, dünən də məsələn raketlər çıxarırlar, dünən Təbriz meydanına çıxarırlar, Şahid 136 dronunu çıxarırlar. Yəni, bütün bunlar hamısı cəmiyyəti deməli, hazırlamaq məqsədi başlayır ki, yenə müharibə olacaq, bu müharibədə siz bizim yanımızda olmalısınız, bizə dəstək verməlisiniz, sizin başqa yolunuz yoxdur, düşmənə qarşı hamı vahid cəbhədə döyüşməlidir. Hamı siyasi, ideoloji dəstək verməlidir bu rejimə. Bizim yolumuz budur, ölənlər şəhiddir, cənnətə düşəcəklər. Ona görə də bu məsələdə biz Amerikaya ölüm və Amerikaya qarşı döyüşməliyik, İsrailə qarşı döyüşməliyik. Bax, bu
deməli, siyasəti davam etdirmək məqsədə daşıyır. Düşünürəm ki, həmin təbliğat, həmin dediyimiz bəyanat, ultimatum və digər tərəfdən də o sərt xətt tərəfdarları ki var, bugün hakimiyyəti ələ keçirmiş, deməli, Sepah generalları ki var, hakimiyyəti ələ keçirmiş, onlar öz mövqeyini möhkəmləndirir. Yəni, daxili ictimai rəydə bu legitimliyi dolayısıyla deməli olaraq təmin etməyə çalışır və öz mövqeyini möhkəmlətməyə çalışır. Üçüncüsü isə onlar bununla yəni Amerika Birləşmiş Ştatlarına və digər dövlətlərə nümayiş etdirmək istəyirlər ki, yəni bu informasiya müharibəsinin tərkib hissəsi olar. Çünki bugün elə bir vəziyyət yaranır ki, dünyada ümumiyyətlə informasiya müharibəsi hərbi əməliyyatlardan, müharibələrdən daha sürətlə gedir və ümumiyyətlə müharibələrin əsas komponentinə çevrilib özü yaşayır. Yəni, bu informasiya müharibəsinin tərkib hissəsidir və Amerika Birləşmiş Ştatlarında daxili ictimai rəyi müharibə əleyhdarlarını ayağa qaldırmağa, onlara təsir göstərmək hesablanır. Baxın, İran ayaqdadır, İran güclüdür. İran, deməli, əgər Amerika Birləşmiş Ştatları İrana quru qoşunu çıxartsa, onlar qırlarlar, kütləvi itkilər baş verər, əsir düşərlər, əsir düşərgələri var, artıq orada yaradılır. Bütün bunlar hamısı informasiya müharibəsinin tərkib hissəsi. Amma vaxtilə Rusiya da yaratmışdır, belə bir plan çizmişdir. Hələ mən 2015-ci ildə oxumuşdum ki, Rusiyanın bir planı var. Bunu Alman kəşfiyyatına istinadən Almanya mediası yazmışdı o vaxt ki, Rusiya deməli əsir düşərgələri yaratmaq istəyir Ukrayna ərazisində, daha doğrusu Malarasiya adında bir dövlət qurmaq, orada əsir düşərgələri yaratmaq və güya bütün o millətçiləri gətirib orada doldurmaq, orada saxlamaq, belə, yəni belə planları vardı. Amma bu planlar nə oldu? Bu planlar hamısı dışarı çıxdı, yəni məhv oldu. Yəni, heç nəyə nail ola bilmədi. İran da bugün bunu həm daxili ictimai rəyə hesablayır, həm də ki, özünü dünyaya bir göstəri edir, güc göstərisi ki, mən hələ ayaqdayam, varam, hələ Amerika əskərlərini də tutub əsir düşərgələrinə doldura bilərəm. Yəni, mən o gücdəyəm, halbuki elə bir qüdrəti də yoxdur İranın, heç nəyə də nail ola bilməz. Sadəcə olaraq bu müharibənin indi yeni bir elementləri müşahidə olunur. Bu da ondan ibarətdir ki, Amerika Birləşmiş Ştatları iqtisadi təzyiqləri gücləndir. Yəni, İrana qarşı iqtisadi təzyiqləri son vaxtlar daha da gücləndirib və ola bilsin ki, bunu əlavə deməli, təsir vasitəsi kimi daha çox istifadə edir. İndi bunu nə qədər davam etdirəcəklər? Yenidən hərbi əməliyyatlara başlayacaqlar. Yoxsa yeni formada deməli, hərbi müharibənin, daha doğrusu təzyiqin yeni forması kimi daha çox bu cənubdan blokadanın gücləndirilməsi, sanksiyaların daha da ağırlaşdırılması və digər üsullardan istifadə etməklə iqtisadi təzyiq metodlarına üstünlük verəcəklər. Yəni, bu indi zaman göstərəcək, yaxın zamanlarda biləcək. Ancaq ümumiyyətlə, yəni, bu ilk növbədə daxili ictimai rəyə hesablanır və müharibə tərəfdarları öz mövqeyini gücləndirməyə çalışır cəmiyyətdə, İncam öz hakimiyyətini. Digər tərəfdən isə düşünürəm ki, Amerika Birləşmiş Ştatlarına cəmiyyətində bir xof yaratmaq, bu müharibə əleyhdarları içərisində bir etirazı daha da gücləndirmək, beynəlxalq ictimai rəyi bir çəkindiricilik, yəni digər dövlətlər, hansı ki Amerika Birləşmiş Ştatlarına NATO dövlətləri və digər dəstək verə biləcək dövlətləri üçün çəkindiricilik xarakteri daşıyıb, daha çox təbliğatı hesablar. Bəli, minnətdarıq sizə Müşfiq bəy, dəvətimizi qəbul etdiyiniz üçün, maraqlı fikirlərinizi bölüşdüyünüz üçün. Son olaraq suallardan kənar vurğulamaq istədiyiniz hər hansı bir məqam varsa Müşfiq bəy buyura bilərsiniz. Mən bir dənə onu demək istərdim ki, ümumiyyətlə
mən açığı danışıqların ciddi nəticə verəcəyinə inanıram. Ciddi, yəni çünki Pakistan müəyyən qədər təşəbbüs göstərdi və burada bir ciddi nəticələr əldə etmədi. Lakin yəni İran əlavə variantlar ortaya atmaqla, əlavə kartlar ortaya atmaqla hər dəfə çalışdı ki, özünü danışıqlar tərəfdarı kimi göstərməklə, yəni bir növ çalışdı ki, gah ora nümayəndə heyəti etməyə qoymadı, gah da o vaxt etdilər ki, Amerika Birləşmiş Ştatları artıq ora gəlməyib. Yəni bu baxımdan da bu danışıqların nəticə verməməsi əlavə müharibəyə gətirib çıxara bilər ki, bu da İran üçün heç də xoş olmayan nəticələr yaradacaq. Və digər tərəfdən də mən hesab edirəm ki, Amerika Birləşmiş Ştatları ilə İran arasında hətta atəşkəs müəyyən qədər uzadılsa da, müharibənin müddəti uzansa da, İsrail bu məsələdə yəqin ki, sona qədər gözləməyəcək. Çünki mən o gün baxıram, deməli, rəy sorğuları var. İsraildəki respondentlərin deməli, əksəriyyəti, yəni 42% hesab edir ki, Trump atəşkəsə getməklə səhv edir, düzgün eləməyir. Yalnız 28% bunu dəstəkləyir, 30%-dən yuxarı isə bu məsələdə neytral qalır. Yəni ona görə də bunu İsrail cəmiyyəti özünə təhlükə kimi qəbul etdiyinə görə Netanyahu da seçkilər öncəsi bunu nəzərə alacaq və düşünürəm ki, İrana qarşı hər hansı bir formada əməliyyatlar yenidən başlanacaq və bütün bunlar da hamısı bu dəfə növbəti əməliyyatlarda İranın deməli hazırki sərt qanat tərəfdarları ki var, hakimiyyətdə olanlar, onlar hədəfə gələcək, Əhməd Vahidi başda olmaqla. Və bir də ki, mən bir məqamı da istəyirəm, xüsusi vurğulayım, Livan məsələsi. İran məsələsi həll olunmayana qədər Livan problemi öz həllini tapmayacaq. Yəni Livan probleminin həlli, Hizbullah probleminin həlli İrandan ki, İran məsələsinin həllindən keçir. Bilirsiniz, Zülya xanım, ümumiyyətlə biz proseslərə diqqətlə nəzər salsa görərik ki, İran ümumiyyətlə Livanda konfessional hakimiyyətin qurulması bugün Livanda yaranmış, o cümlədən İsraillə münasibətlərdə yaranmış problemin əsas səbəblərindən biridir. Yəni bu sistem özünü doğrultmadı. Bu sistem özünü doğrultmadı. Ona görə də bugün İranda Livanın hesab edirəm ki, konstitusiyası dəyişməlidir. Bugün Livanda hakimiyyətin quruluş forması dəyişməlidir. Livanda bilirsiniz ki, xristiyanlarla 1989-cu ildə xristiyanlarla sünnilər arasında müsəlmanlar arasında bir razılaşma əldə olundu. Taif müqaviləsi. Bu barədə müəyyən şeylər yazmaq istəyirəm. Taif müqavilə. Amma İranın müdaxiləsi ilə, İranın təxribatı nəticəsində şiyələr, Hizbullah konkret desək, Taif müqaviləsinə əməl etmədi və silahları təhvil vermədi. Ona görə də bugün İranda, Livanda hakimiyyət quruluşu, onun konstitusyon əsasları Taif müqaviləsinə əsaslanır. Və bu müqavilədə əməl etməməklə Livanın konstitusiyasına pozdu həmin Hizbullah. Və bunu da İranın göstərişi ilənlədir. Bax, bu baxımdan da Livanda vəziyyətin sabitləşməsi üçün, yaxın şərqdə vəziyyətin sabitləşməsi üçün demirlər İsrail müdaxilə edir. İsrailin müdaxilə bəhanəsini əlindən almaq üçün ilk növbədə İran problemi həll olunmalıdır. İlk növbədə Livanın konstitusiyası dəyişməlidir. Və hakimiyyətin yeni qurulması üçün yeni model tapılmalıdır ki, bütün qüvvələr deməli həm maraqları təmin olunsun bərabər şəkildə, həm də ki Livanda
silahlı qüvvələr hakimiyyətdə təmsil olunmasın və bu konstitusiya ilə qadağan olunmalı. Hizbullah silahlı qüvvə ola hakimiyyətdə təmsil olunur. Bu isə konstitusiya ziddir, qanunvericiliyə ziddir. Bax, bu baxımdan itaət müqaviləsinə də ziddir. Silahı təhvil verməlidir. Ona görə də düşünürəm ki, birinci, əgər İran məsələsi həll olunmasa, bu mümkün olmayacaq. Bu söhbəti mən niyə gətirdim? Ona görə ki, İran manipulyasiya edir. Mən çıxışımın əvvəlində dedim. İran Livan məsələsindən, Livan mövzusundan istifadə edərək manipulyasiya edir. Yaxud Hörmüz boğazını öz ərazisi hesab edir. Deyir ki, biz deyil, məsələn, İran Xaricilər Nazirliyinin sözcüsü İsmail Bəqai deyir ki, biz deyil, Hörmüz boğazını bağlamamışıq. Sadəcə olaraq öz ərazimizdən keçən gəmilərdən və tankerlərdən biz rüsum tələb edirik. Bilirsiniz, bu demək ki, Hörmüz boğazını tamamı, Hörmüz boğazını bölgüsünə görə bir hissəsi də Omana düşür, bilirsiniz. Bunlar belə çıxır ki, Omana da Omanın ərazi sularına da iddia edirlər. Bax, bu baxımdan da İran görünür cəzalanmalıdır və İran müəyyən qədər bir sonra bugün kart kimi istifadə etdiyi, o manipulyasiya etdiyi səbəblər əlindən alınmalıdır ki, ondan sonra danışıqlar masasında güzəştə edilsin. Yoxsa belə bir hər hansı formada bugün Hörmüz boğazını bağlamaqla, minalamaqla, yaxud Livanda Hizbullaha, yaxud digər proksi qüvvələrə dəstəyini davam etdirməklə o əlində əlavə təsir vasitələri saxlayır. Bax, bu halda danışıqlarda İranla hər hansı bir konfransiya və ya konsensusa gəlmək mümkün olur.